Salam, hörmətli həmkarlar, dəyərli qonaqlar, hər birinizi xoş gördük. Mən əvvəlcə özümü təqdim etmək istəyirəm. Unik Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdürü Rəna Hüseynova. Məlumat üçün bildirmək istəyirəm ki, Unikdə indiyə qədər 32 tədqiqat mərkəzi yaradılıb və onlardan biri də analitik informasiya resursları mərkəzidir. Həmin dediyim bu mərkəzə Unikin müəllimi Esmira xanım Əhmədova rəhbərlik edib. Bizdə mütəmadi bu tədqiqat mərkəzlərinin tədbirləri keçirilir və müxtəlif aktual mövzular qoyulur. Çox gözəl həm ölkə daxilinə, həm də ölkə xaricindən məruzəçilər, qonaqlar dəvət olunur. Və bugünkü növbəti bizim tədbirlərimizdən biridir. Tədbir Unik Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi və Unik Analitik İnformasiya Resurslarının Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir və onu da qeyd etmək istəyirəm ki, tədbirimiz şöbəmizin Facebook səhifəsi üzərindən canlı yayımlanır. Bugünkü tədbirimizin, seminarımızın mövzusunu sizə çatdırmaq istəyirəm. Fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunması mövzusudur. Mövzu çox aktual mövzudur və mən deyərdim ki, biraz da həm də maarifləndirici mövzudur. Bizim əsas məruzəçimiz Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi Qanunvericiliyi Tədrisi Şöbəsinin rəisi Rəşad Əhmədovdur. Rəşad müəllimə söz verməzdən qabaq mən sözü Analitik İnformasiya Resursları Mərkəzinin rəhbəri Esmira xanım Əhmədovaya vermək istəyirəm. Buyurun Esmira xanım. Çox sağ olun xanım. Salam hörmətli həmkarlar və qonaqlar. Bugünkü tədbirimiz məqsədi təcrübə mübadiləsi aparmaq, bilik və maarifləndirməni əhali arasında yaymaq, təhsil müəssisələrinin və mərkəzlərin arasında əməkdaşlığı inkişaf etdirmək və s. Bugün məruzəçi Azərbaycan İqtisad Universitetinin məzunu hörmətli Rəşad Əhmədovdur. Rəşad müəllim hal-hazırda Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Vergi Qanunvericiliyinin Tədris Şöbəsinin rəisidir. O, bugün çox maraqlı bir mövzu ilə çıxış edəcək. Onun bugünkü çıxışımız mövzusu fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb olunmasıdır. Çoxlarımız fiziki şəxsdir, ona görə bu mövzu düşünürəm hamıya maraqlı olacaq. Hörmətli iştirakçılar, suallarınız yarandıqca zəhmət olmasa chatda yaza bilərsiniz. Bütün suallar seminarın sonunda müzakirə ediləcək. İcazənizlə sözü verək Rəşad müəllimə və ona uğurlu çıxış arzu edək. Buyurun Rəşad müəllim. Rəşad müəllim, buyurun. Hələ təqdimatı paylaşmamışdan qabaq biraz belə məlumat verin, sonra təqdimatınızı paylaşarsınız. Buyurun. Çox sağ olun Rəna xanım, çox sağ olun Esmira xanım. Mən ilk olaraq bütün seminara qoşulan əməkdaşları salamlayıram. Qeyd edeyim ki, sizin də qeyd etdiyiniz kimi bu bizim mövzumuz elə bir mövzu seçildi ki, maraqlı mövzu olsun. Yəni, sözsüz ki, seminara qoşulan əməkdaşlar hamımız fiziki şəxslərik, insan fərdiyik. O baxımdan da bütün insan fərdləri üçün maraqlı olar hər halda bizim mövzumuz. Mən özüm artıq 10 ildən artıq 11 ildir ki, vergi orqanlarına çalışıram və bunun da 7 ili sırf qanunvericilik sahəsində tədrislərlə məşğulam. Bu istiqamətdə təlimlər təşkil edirik, təlimlər veririk. İstər mövzunun gedişində, istərsə də mən əsas müddələrə toxunacağam. Amma istəsəz suallarımızı mövzunun axırına saxlayıb bir 5-10 dəqiqəlik sual-cavab bölməsi keçirə bilərik və yaxud da ki, əgər mövzunun gedişində də istənilən bir sualımız yaranarsa, sualımızı vermək olar və müzakirə eləmək olar. Yəni, xahişim budur ki, biraz müzakirələ keçsin, sual-cavablı keçsin. Buyurun. İcazənizlə mən başlayayım, başqa bir deyəcəyimiz yoxdursa. Yox. Buyurun Rəşad müəllim, buyurun. Siz dinləyirik, buyurun. Deməli, mövzumuz qeyd etdim ki, fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsidir. Fiziki şəxslərin gəlir vergisi ümumiyyətlə ilk öncə bir-iki kəlmə deyim ki,
vergi qanunvericiliyinə nəzər salsaq, 9 növ dövlət vergisi var, biz bilirik. Bu vergi növlərindən biri də fiziki şəxslərin gəlir vergisi. Yəni, fiziki şəxslərin gəlir vergisi birbaşa olaraq dövlət vergisidir, həm də birbaşa vergidir. Yəni, vergi qanunvericiliyində biz dolayı vergi növləri də var, birbaşa vergi növləri də var, amma bu gəlir vergisi birbaşa dövlət vergisi hesab olunur. Fiziki şəxslərin gəlir vergisini mən bir qədər əlaqələndirmək istəyirəm hüquqi şəxslərə mənfəət vergisindən. Aşağı yuxarı belə deyək, müəyyən hissədə bu vergi növləri bir-biri ilə əlaqələnir, yəni birləşir. Bunu biz fiziki şəxslərin sahibkarlardan gəlir vergisi ilə hüquqi şəxslərin mənfəət vergisini əlaqələndirmək olar. Eynilik təşkil edir əsasən. Amma biz baxacağıq ki, fiziki şəxslərin gəlir vergisi, yəni sahibkarlardan gəlir vergisi deyil, daha geniş bir kateqoriyanı əhatə edir. O baxımdan fiziki şəxslərin gəlir vergisi daha əhatəli, daha da bir qədər mürəkkəb vergi növüdür. Ona görə də həm də bizim hər birimizin hüquqi şəxslərə mənfəət vergisi sırf yaradılmış bir müəssisə təşkilatlarla bağlı olduğu üçün az əhatə edir, az kütləni əhatə edir, amma fiziki şəxslərin gəlir vergisi biz hər birimiz sahibkarlarla məşğul olmasaq da ən azından hardasa muzla çalışırıq, əmək qalırıq və yaxud da ki, hansısa bir əmlakımızı misal üçün icarəyə veririk, kiraya veririk, qeyri-sahibkarlıq gəlir əldə edirik. O baxımdan bizim hər birimizi maraqlandırır. Keçək mövzumuzun mündərizatına hansı mövzulara, hansı hissələrə toxunacağıq? Vergi dərəcələridir, vergi tutma obyektidir, gəlirin növləridir, dərəcələrdir və hər bir vergi növündə olduğu kimi bu vergi növündə də özünə məxsus azad olmalar və güzəştlər var. Biz həmin azad olmaları, güzəştləri də əhəmiyyəti olan hissələrin diqqətinizə çatdıracaq. Fiziki şəxslərin gəlir vergisi ödəyiciləri kimlərdir? Qeyd olunur ki, rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyicisi hesab edilirlər. Rezident anlayışına bir qısa nəzər salsaq, rezident fiziki şəxslər dedikdə biz təqvim il ərzində 182 gündən artıq həqiqətən Azərbaycanda faktiki olmuş şəxslər həmin il üçün bizim rezident sayılır. Yəni biz adətən belə deyək də, praktikada kim Azərbaycanın vətəndaşıdırsa biz onu rezident kimi görürük, rezident gözündə görürük. Amma əslində bu onunla kifayətlənmir. Bizim vətəndaş ola bilər, amma hansısa bir ildə Azərbaycanda olmaz. Biz o il üçün həmin şəxsi rezident hesab etməyəcəyik. O baxımdan təqvim ilində üst-üstə 182 gündən artıq həqiqətən Azərbaycanda olursa şəxs, bu da 182 gün bilirik ki, təqvim ilinin yarısıdır. Yəni ilin yarısından çoxunu Azərbaycanda həqiqətən olmuş şəxs bizim rezident sayılır. Olmamış şəxs meyarlar var. Daimi yaşayış yeri, həyati mənafiləri mərkəzi, adətən yaşadığı yer və sonuncu olaraq vətəndaşlıq. Bu meyarlara ardıcıl baxış keçirməklə biz rezidentliyi müəyyən edə bilərik. Qısa olaraq, düzdür, bu rezidentlik anlayışı geniş məfhumdur, amma mən qısa anlayış olaraq diqqətinizə çatdırdım. İndi biz qeyd edirik ki, həm rezident və həm də qeyri-rezident fiziki şəxslər bizim üçün gəlir vergisinin ödəyicisi hesab olunur. İndi bu həm rezident, həm də qeyri-rezident fiziki şəxslərin gəlirlərindən vergi tutma obyekti nədir? Yəni, hansı gəlirləri vergiyə cəlb edilir, ona baxaq. Birinci baxağın rezidentlərin gəlirləri üzrə vergi tutma obyekti nədir? Rezident fiziki şəxslərdən gedirsə söhbət, bu fiziki şəxslərin bütün gəlirləri, yəni həm Azərbaycanda, həm də Azərbaycanın kənarda əldə edilmiş bütün gəlirləri və bu gəlirlə bağlı olan gəlirdən çıxılmasına yol verilən xərclər qədər azaldılan hissəsi bizim üçün vergi tutma obyekti hesab edir. Yəni, bütün dünyada əldə edilən gəlirlərdən, sözsüz ki, vergiyə cəlb edilən gəlirlərdən söhbət gedir və bu gəlirlə bağlı olan və ondan çıxılmasına yol verilən xərclər çıxıldıqdan sonra aradakı fərq bizim üçün vergi tutma obyekti hesab olunur. Həmçinin bir məsələni qeyd edim ki, rezident fiziki şəxslərdən söhbət düşmüşkən bu şəxslərdən bir qrupda xüsusi notariuslar hesab olunur. Bildiyimiz kimi, xüsusi notariuslar da fiziki şəxslər olaraq fəaliyyət göstərir, amma xüsusi notariusların bizim digər rezident fiziki şəxslərdən əsas fərqi ondan ibarətdir ki, burada xüsusi notariuslar, düzdür, bu xüsusi notariusların fəaliyyəti və notariat fəaliyyəti haqqında qanunla tənzimlənir və həmin qanuna baxsaq, bu notariusların dövlət notariusunun əsas fərqi ondan ibarətdir ki, dövlət notariusu göstərdiyi hansı bir xidmətlə bağlı aldığı məbləğ dövlət rüsumudur və dövlət rüsumu haqqında qanunvericiliyə əsasən həmin məbləğ
alınır və dövlət büdcəsinə köçürülür birbaşa. Amma xüsusi notariuslarda qeyd olunur ki, həmin xidməti göstərmək müqabilində dövlət rüsumunda bərabər miqdarda haqq alınır. Və bu haqq həmin xüsusi notariusun gəliridir. Həmçinin də bəzi xidmətlər üzrə həmin rüsum məbləğində əlavə xidmət haqqı da ala bilər. Bəzi xidmətlərə görə isə həmin rüsum məbləğində haqqın 15% həcmində əlavə xidmət haqqı ala bilər. Yəni, sənədin üzünün çevrilməsi, tərcümə işləri, ərizənin yazılmasına köməklik edilməsi, belə bir əlavə xidmətlər də göstərə bilər ki, hər ikisi, həm o dövlət rüsumuna bərabər həcmdə haqqı, xidmətə göstərdiyinə görə haqq, həm də əlavə xidmətlərə görə aldığı haqqlar heç bir xərclər nəzərə alınmadan verişdirmə obyekti təşkil edir. Özü də aylıq gəlirlərdir. Düzdür, bizim digər gəlirlərdə illik gəlir verilsə, amma xüsusi notariuslarda hər ay ödənilir, amma hesabatı rübliş verilir. Şimdi gələcək slaydlarda bir daha əlavə nəzər salacağıq. Və keçid alsaq qeyri-rezident şəxslərə. Qeyri-rezident şəxslər isə iki yerə bölünür. Daimi nümayəndəlik vasitəsilə Azərbaycanda fəaliyyət göstərən qeyri-rezidentlər və nümayəndəlik vasitəsilə fəaliyyət göstərməyən qeyri-rezidentlər. Şəxs əgər sahibkarlıq fəaliyyətinə Azərbaycanda məşğul olursa və üst-üstə 12 ay ərzində 90 gündən artıq Azərbaycanda həqiqətən sahibkarlıqla məşğul olursa, bu şəxs nümayəndəlik yaradır və bu fəaliyyətin nümayəndəlik vasitəsilə həyata keçirilir və bu nümayəndəliyin bizim rezident şəxslərdən bir fərqi ondan ibarətdir ki, bizim rezident şəxslər bütün dünyada əldə etdiyi gəlirlər üzrə verişdirmə obyekti yaranırsa, burada yalnız həmin bu nümayəndəliklərin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərdən, yəni Azərbaycandakı fəaliyyəti ilə bağlı ortaya çıxan gəlirləri üzrə vergi dəyişikliyi sayılır. Yəni, bu gəlirlərdən həmin gəlirlə bağlı olan və gəlirdən çıxan xərclər qədər azaldılan hissəsi həmin qeyri-rezident daimi nümayəndəliyinin vergi obyektini təşkil edir. Amma bəzi qeyri-rezidentlər də var ki, bunlar müvəqqəti Azərbaycana gəlirlər. Misal üçün, bizim bir dizaynerə ehtiyacımız var. İtaliyadan bir dizayner dəvət edirik. Bir həftəlik, 10 günlük gəlir, bizim bir layihəmizə dizayn verir, gedir. Və bu halda həmin qeyri-rezidentlər nümayəndəlik yaratmadan fəaliyyət göstərirlər və həmin şəxslərə haqqı ödəyən tərəf qanuna verilmiş qaydada, vergi məcəlləsinin 125-ci maddəsi var. Həmin maddədə göstərilən dərəcələrlə ona ödənilən gəlirdən ödəmə mənbəyində vergini tutmağa borcludur. Yəni, burada artıq həmin şəxslər özü vergi öhdəliyini yerinə yetirmir, agent olaraq gəliri ona ödəyən tərəf həmin şəxsin gəlir vergisi öhdəliyini yerinə yetirmiş sayılır. Burada isə bir istisna var ki, bu nümayəndəlik yaratmayan qeyri-rezidentlərdə iki xidmət ola bilər, iki fəaliyyət ola bilər. Bunlardan biri məşğulluqdur, digəri isə əmlak təqdim edilməsidir ki, bu fəaliyyətlərdən gəlir əldə edirlərsə, həmin dövrdə bu cür gəlirlə bağlı olan xərclər, yəni onun gəlirin əldə edilməsinə çəkilən xərcləri çıxmağa icazə verilir qanunvericilikdə. Əmlak təqdim etməsi məlum məsələdir ki, söhbət daşınmaz əmlakdan gedirsə, bu notariat fəaliyyətlər notariuslar tərəfindən tutulur. Bilirik ki, əmlakın kvadratına görə müəyyən edilmiş dərəcələrlə sadələşmiş vergi tutulur. Amma daşınan əmlaklardan da gedirsə söhbət, bir qism daşınan əmlaklar biz baxacağıq vergidən ümumiyyətlə azaddır, əksər daşınan əmlaklar. Amma bir qism daşınan əmlak var ki, onlar vergiyə cəlb edilir və həmin əmlaklarla bağlı, misal üçün, biz baxacağıq qızıl zinət əşyaları misal üçün. Həmin əmlakın təqdim edilməsi zamanı həm əmlakın alınmasına çəkilən xərcin sıxılmasına qanunvericilik yol verir. Və ikinci bir məşğulluq anlayışıdır ki, düzdür, məşğulluq anlayışı, məşğulluq haqqında Azərbaycan qanununda belə bir anlayış verilir məşğulluğa. Azərbaycan vətəndaşları, əznəblər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanın qanunvericiliyinə zidd olmayan gəlir gətirən fəaliyyəti. Yəni, belə baxanda istənilən bu fiziki şəxslərin qanunvericiliyə zidd olmayan fəaliyyəti məşğulluqdur. O baxımdan bir ilk olaraq sual yaranır ki, biz bir qədər öncə qeyd etdik ki, əgər nümayəndəlik olmayan qeyri-rezident Azərbaycanda gəlir əldə edirsə, xərclər çıxılmadan ona gəliri ödəyən tərəf ödəmə mənbəyində vergini tutmalıdır. Amma indi biz məşğulluq anlayışına baxırıq ki, burada qeyd olunur ki, qazanc gətirən istənilən fəaliyyət məşğulluqdur. Bu baxımdan bir sual yaranır ki, bəs hansı fəaliyyətlər ola bilər ki, həmin o qeyri-rezidentlər orada
ödəmə məbələyində vergi tutulmasın, onlar öz gəlirlərini bəyan eləsinlər və gəlirlə bağlı seçilən xərclərini də nəzərə alsınlar. Vergi məcəlləsinin digər bir müddəasında bu məsələlərə toxunulur. Belə toxunulur ki, bəyannamələrin təqdim edilməsinə bağlı olan vergi məcəlləsinin müddəasında 149 maddəsində qeyd edir ki, əgər bu qeyri-rezidentlər ondan ödəmə mənbəyinə tutulmuş vergidən narazıdırlarsa, onlar belə bir tələb irəli sürə bilərlər ki, onlardan tutulmuş vergi geri qaytarsın və onlar özləri həmin gəlirlərini bəyan edəcəklər və bizim rezidentlər kimi həmin gəlirdən xərclərini çıxmaqla aradakı fərqdən bizim sahibkarlıqdan vergi dərəcəsindən vergi hesablayacaqlar. Yəni, belə bir imkan onlar üçün yaradılır. O baxımdan bu məşğulluq anlayışını bir qədər, belə deyək də, başa düşmək olar əslində. Digər bir gəlirlər, biz bilirik ki, istənilən fiziki şəxs, istənilən müəssisələr də səhmdar müəssisələr ola bilər, səhmdar cəmiyyət formasında və yaxud da ki, payçılıq üzrə qurulan müəssisələr ola bilər. Müəssisələrin payçısı ola bilərlər, səhmdarı ola bilərlər və bu səhmlərin, payların alınmasına çəkilən xərclər bilirik ki, nominal dəyəri olur və bir müddət sonra həmin payları başqa bir şəxsə sata bilərlər. Deməli, bu alqı-satqı zamanında vergi tutma öhdəliyi yaranır. Bilirik biz ki, burada da əldə edilən gəlir həmin şəxsin qeyri-sahibkarlıq gəliridir. Amma burada bir məsələ var ki, həmin gəlirlərlə, misal üçün, biz bir səhmi 1000 manat verib almışdıqsa, indi burada 3 ildən artıq mülkiyyətimizdə qalırsa həmin paylar, həmin payın satışından əldə edilən gəlirin 50% vergidən azad olur. Bu da vergi qanunvericiliyində nəzərdə tutulub. Ümumən qeyd edək ki, deməli, satış qiyməti neçə satırıqsa və bir də nominal dəyəri var, aldığımız dəyər. Aradakı fərq həmin şəxsin gəliri olur, vergiyə cəlb edilən gəliri olur, amma bir şərt qoyulur ki, satış qiyməti həmin satış anından həmin müəssisənin xalis aktivlərindən, biz buna həm kapital da deyirik, həm də xalis aktivlər deyirik, eyni anlayışdır belə baxsaq. Həmin müəssisənin kapitalının, həmin paylara, müəssisənin ümumi səhmlərinin cəminə bölünməsi ilə alınmış pay, həmin paylara mütənasib dəyəri deyək də. Əgər bizim payın sahibinin payı satırsa, satış qiymətindən aşağıdırsa, problem yoxdur. Satış qiyməti kimi götürülür. Yox, əgər biz satdığımız qiymət o xalis aktivlərin həmin paylara mütənasib dəyərindən aşağıdırsa, vergi qanunu qeyd edir ki, sizin satış qiyməti biz satış qiyməti kimi götürmürük. Xalis aktivlərin həmin paylara mütənasib dəyərini biz satış qiyməti götürürük. Deməli, həmin qiymətlə həmin payların nominalı arasındakı fərqi siz gəlir kimi hesab edib, həmin gəlirdən də vergi öhdəliyini yerinə yetirməlisiniz. İkinci bir məsələ ortaya çıxır ki, elə hallar ola bilir ki, şəxslər payın nominalından baha alırlar. Yəni, bir müəssisə səhmdar cəmiyyəti səhm buraxır və birjada bunu elan edir, misal üçün 1000 manata. Alıcı çox olur, rəqabət gedir və hansı bir şəxs onu misal üçün alır 1500 manata. Deməli, 1000 manatlıq səhmi 1500 manata alır. Amma bu səhminin nominalı yenə də 1000 manat qalır. Aradakı o 500 manat sözsüz ki, müəssisə üçün emissiya gəliri sayılır, o ondan vergisini ödəməlidir. Amma bu şəxs üçün nominal dəyəri 1000 manat olmasına baxmayaraq, alış qiyməti 1000 yox, faktiki aldığı qiymət 1500 hesablanır. Ona görə də bu halda satış qiyməti ilə nominal arasındakı fərqi yox, elə aldığı faktiki qiyməti götürüb aradakı fərqi vergiyə cəlb edilən gəlir hesab eləmək olar. Bir misala baxağın, sualınız yaransa, buyurun sual verə bilərsiniz. Misal üçün, rezident müəssisədir, nizamnamə kapitalının nominal dəyəri 500 manat olan bir paydan ibarətdir. Xalis aktivlərin də paya mütənasib dəyəri 10.000 manatdır. Bu payın ziyəsi sahibi, yəni təsisçi 4 il sonra götürür bu payını satır 15.000 manata. Deməli, burada satış qiyməti 15.000 manat, kapitalın dəyəri, mütənasib dəyəri 10.000 manat, nominal dəyəri 500 manat. Deməli, burada heç bir problem yoxdur. 15.000 manatı biz satış qiyməti kimi götürə bilərik. Nominal dəyərdə 500 manat, aradakı fərq 14.500 vergiyə cəlb edilən gəlirdir və onun da 3 ildən artıq müddətdə şəxsin mülkiyyətində olubsa, ona görə də 50%-ində, yəni 2-yə bölürük, 50%-in azad olma edilir. Yerdə qalan gəlir 14% dərəcə ilə qeyri-sahibkarlıqdan gəlir dərəcəsindən vergiyə cəlb edilir. İkinci bir misala baxsaq, ikinci misalda şərtlər demək olar ki, eyni qalır, amma satış qiymətində fərq var. Bir qədər öncə 15.000 manata satmışdırsa, burada artıq 9.000 manata satır. Deməli, burada biz satış qiymətini əsas götürməyəcəyik. Niyə görə? Satış qiyməti
müəssisənin xalis aktivlərinin paya mütənasib dəyərindən aşağıdır. Ona görə də biz burada 10.000 manatı, yəni belə deyək də, məntiqi olaraq qeyd edilir ki, əgər bu müəssisənin real dəyəri gücü 10.000 manat təşkil edirsə, siz bunu dəyərindən aşağı niyə satırsınız? Yəni, bir bazar qiyməti olaraq, düzdür, vergi məcəlləsi yazmasa da, biz onu bazar qiymətinə analoji olaraq götürürük ki, biz elə bunun satış qiyməti kimi 10.000 manat qəbul edirik və nominal dəyərdə 500 manat. Bu halda, deməli, 10.000 manatla 500 manat arasındakı fərqi götürüb, 50%-ində azad edib, vergiyə cəlb edəcəyik. Satda görüm, sual yazılır mı? Qeyri-rezidentə bağlıdır. Xahiş edirəm, cavablandırırdınız. Tutaq ki, qeyri-rezident əmlak alıb, satdı, eyni təqvim ilində Xərci çıxandan sonra hansı dərəcə ilə vergi tutulacaq? İstəsəniz Rəşad müəllim, axır sonda da cavablandıra bilərsiniz. Belə problem deyil. Qeyri-rezident əmlak alıb, indi əmlakın alınıb satılmağı bir var şəxsi əmlak algısı satıcısı, bir də var ki, sahibkarlıq məqsədi. Sözsüz ki, nümayəndəlik olmayan qeyri-rezident söhbət gedirsə, bu sahibkarlıq üçün burada az hal olar ki, əmlak alsın satsın, amma belə olanda 20% sahibkarlığın dərəcəsinə biz baxacağıq. Amma əsasən götürək ki, qeyri-rezidentlər şəxsi məqsədlər üçün əmlak alıb satırlar. Bu halda qeyri-sahibkarlığın vergi dərəcəsi 14% olduğuna görə 14% dərəcəsinə vergi cəlb edəcəkdir. Davam edəyim mövzumuza. Və gəlib satdıq gəlirlərə, fiziki şəxsin gəlirləri. Biz qeyd etdik ki, rezident fiziki şəxslərin gəlirləri onun bütün gəlirlərindən ibarətdir. Həm Azərbaycanda, həm də Azərbaycanın kənarda əldə etdiyi bütün gəlirləri onun vergiyə cəlb edilən gəliri hesab edir. Yəni, vergi tutma baxımından gəliri hesab edilir. Amma qeyri-rezidentlər üçün biz dedik ki, yalnız Azərbaycan mənbəyindən əldə edilən gəlirlər. İndi gəlin bu gəlirləri bölək. Gəlirin özü 3 qrupa bölünür. Bunlardan biri muzla işlə əlaqədar alınan gəlirlərdir. İndi baxacağıq ona. İkinci bir gəlir qrupu muzlu işə aid olmayan fəaliyyətdən gəlirlərdir. Yəni, bunların özü də 2 yerə bölünəcək. Sahibkarlıq və qeyri-sahibkarlıq gəlirləri. Bunlara da ayrılıqda baxacağıq. Və digər bir qrup var. Burada qeyd edilir ki, əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin artım istisna olunmaqla digər gəlirlər. Yəni, vergi məcəlləsində əsas vəsaitlərin yenidən qiymətləndirilməsi gəlir kimi tanınmır. Düzdür, maliyyə sotunda, maliyyə standartlarında bu gəlir kimi tanınsa belə, vergi məcəlləsində əsas vəsaitlərin yenidən qiymətləndirilməsi yaranan artım gəlir hesab edilmir. Digər aktivlərdə ola bilər bu, o da təqdim edildiyi təqdirdə gəlir hesab ediləcək, ona da biz baxacağıq. Və digər gəlirlər qeyd etdik ki, digər gəlirlər də bu gəlir qrupuna aid edilir. Əgər sualımız yoxdursa, gəlin birinci başlayalım baxmağa muzlu işə aid edilən gəlirlərdən. Deməli, muzlu işə aid edilən gəlirlər dedikdə, şəxsin əmək haqqısı, əmək haqqına üstəliklər, əlavələr, keçmiş iş yerindən, gələcək iş yerindən alınan hər hansı bir ödənişlər, ümumiyyətlə belə deyək də, iş yerindən əldə edilən istənilən fayda onun muzlu işdən gəliri hesab edilir. İstənilən fayda. Bu pul da ola bilər və yaxud da ki, natura şəklində də ola bilər və yaxud da ki, bir xidmət də ola bilər. İstənilən fayda bunun muzlu işdən gəliri hesab edilir. Amma bir şərt var ki, muzlu işdən gəlir hesab edilməyinə baxmayaraq, şəxs bu gəlirləri, bu faydaları əldə etməklə bağlı hər hansı bir məbləğ ödəyirsə, xərc çəkirsə, o xərc çıxılır. Aradakı fərq onun muzlu işdən gəliri hesab ediləcək. İndi baxaqın görəyim bu əmək haqqı aydın məsələdir. Əmək məcəlləsində tənzimlənir ki, əmək haqqı səhv edirəmsə 154-cü maddəsində də əmək məcəlləsində ki, əmək haqqı dedikdə nədir? Bu vəzifə tarif maaşıdır, ona işin çətinliyinə görə əlavələrdir və yaxud da ki, stimullaşdırıcı olaraq mükafatlardır. Yəni, bu əmək haqqı dedikdə biz bunu nəzərdə tuturuq. Amma başqa faydalar, ödəmələr nələrdir? Gəlin bunlara da bir baxış keçirək. Bunlardan biri qeyd olunur ki, fiziki şəxsə əgər iş yerindən banklarcı kredit ərazisində olan faiz ərazisinin aşağı faiz ərazisindən su da verilirsə ki, biz bunu praktikada müəyyən hallarda rast gəlirik ki, bu adətən bank sektorunda olur, bank kredit təşkilatlarında olur ki, işçini işə götürəndə ondan bir hansı bir əmlak almağı, məsələn, belə deyək də, qeyd olunur ki, bir avtomobil lazımdır sənin üçün, avtomobillə
bankın borclarının alınması lazımdır. Nə lazımdır? Sizə belə deyək də, işçinin işə götürənə qarşısına şərt qoyurlar ki, sizə bir avtomobil lazımdır. Şəxs də deyəndə ki, mənim avtomobilim yoxdur, belə bir qarşı tərəfə addım atır ki, biz sənə ucuz, aşağı faiz dərəcəsi ilə bir sud ayırırıq, belə deyək də, kredit veririk və hər ay maaşından tutacağıq. Və bu pulu ayırır sənin üçün yalnız avtomobil alması. Belə olan təqdirdə deyilir ki, həmin il üçün əgər ölkədə banklararası kredit hərəcələri keçirilirsə, banklararası kredit hərəcəsində olan faiz dərəcəsi, əgər keçirilmirsə, Mərkəzi Bankın kreditlər üzrə faiz dərəcəsinin aşağı verilirsə bu suda, aradakı fərq həmin şəxsin, işçinin muzlu işdən gəliri hesab edilir. Yəni, indi biz misal ətrafına baxacağıq, daha dəqiq yəqin ki, onda müəyyən məsələlərə həll olunacaq. İkinci bir məsələ, işə götürən öz işçisinə malı, işi, xidməti, istənilən bir vəsaiti hədiyyə verirsə və yaxud da ki, aşağı qiymətə satırsa, bu halda həmin malın, işin, xidmətin bazar qiymətindən dəyəri həmin işçinin muzlu işdən gəliri hesab ediləcək. İşə götürən tərəfdən işçinin yerinə ödənilən sığorta haqları, yəni işə götürən əgər işçinin yerinə hər hansı bir sığorta haqqı ödəyirsə, bu ödənilən sığorta haqları işçinin muzlu işdən gəliridir. İndi yeri gəlmişdə mən qeyd edim ki, biz bu gəlirlərə baxanda o demək deyil ki, bunun muzlu işdən gəliridirsə, mütləq vergiyə cəlb edilir. Biz birinci olaraq aid edirik. Hansı muzlu işdən gəlirlərdir, hansı qeyri-sahibkarlıq, hansı sahibkarlıq gəlirlərdir. Və gəlirləri müəyyən edildikdən sonra hansının azad olması varsa, o bizim digər bir slaydlarda, vergi məcəlləsinin digər müddəalarında azad olmalara nəzərət tutulub. Və misal üçün, aydın olsun deyə bir məsələni qeyd edim ki, indi burada biz deyirik ki, işə götürən tərəfdən işçinin yerinə ödənilən sığorta haqları işçinin muzlu işdən gəliridir. Amma vergi məcəlləsinin 102-108-ci maddəsində qeyd edilir ki, işə götürən işçinin yerinə istənilən icbari sığorta haqqını ödəyirsə, yəni o məcburi ki, ödənməli olan icbari sığortalar yoxdur, deyək ki, tibbi sığorta, işçilikdən sığorta və yaxud da ki, şəxsin elə avtomobilinin sığortası olsun o icbari sığorta. İstənilən icbari sığortanı ödəyirsə və bir də könüllü sığortalardan yalnız tibbi sığortanı ödəyirsə, işçinin muzlu işdən gəliri olmasına baxmayaraq vergiden azaddır. O baxımdan biz burada saçqınlıq yaranmasın ki, burada belə yazılıb, amma o yazılır. Biz ilk olaraq gəlirlərə aid edirik. İndi bir misala baxsaq, qeyd edir ki, müəssisə öz işçisinə 1 il müddətinə 1000 manat məbləğində suda verir. Sudan illik faizi 2%dir. Amma banklararası kreditlər arasında həmin il üçün orta faiz dərəcəsi 4% qəbul edilir. Bu halda aradakı fərq 2% olur və 1000 manatında 2% həmin işçinin muzlu işdən gəlirinə əlavə edilməlidir. Deməli, adətən biz bilsək ki, bu faizlər ilin yekununa görə ödənilir. Əgər işçinin də aylıq maaşı misal üçün 500 manatdırsa, bu 20 manat da gəlir 500 manatın üzərinə və 520 manatdan vergilər, məcburi dövlət sosial sığortası haqqı, digər ödənişlər tutulur. Üzrü sayın, mən tez-tez sata baxa bilmirəm. Siz biraz davam edək, baxarıq. Deməli, ikinci bir misala baxsaq, qeyd edir ki, müəssisə bazar qiyməti 10.000 manat olan avtomobili öz işçisinə güzəştli qiymətlə 6.000 manata satır. Deməli, bu halda bir avtomobilin dəyəri var, 10.000 manat, bir də satış qiyməti var, 6.000 manat. Deməli, biz qeyd etdik ki, həmin o mal iş xidmət verilirsə, həmin dəyər muzlu işdən gəlirdi, amma həmin gəliri əldə etməklə bağlı hər hansı bir xərc çəkilirsə, o ondan çıxılır. Deməli, biz də burada faktiki ödənilmiş məbləği 6.000 manata çıxırıq, yerdə qalan 4.000 manat həmin işçinin muzlu işdən gəliri hesab ediləcək. Yəni, vergiyə cəlb edilən gəlir olacaq. İşçinin işə götürən olan borcu bağışlanırsa, bu aydın məsələdir, həmin borcun məbləğidir. İşçinin xərclərin əvəzi ödənilirsə, ödənilən məbləğ, misal üçün, işçinin harasa borcu var, kommunal borcu var, kiməsə belə deyək də, nəsə xərci varsa, işə götürən o xərci çəkirsə, işçinin muzlu işdən gəliri hesab edilir. Sonra bir təltili hesab şəxs anlayışı keçir vergi məcəlləsində. Düzdür, vergi məcəlləsinin anlayışlar hissəsində o şəxs anlayış verilməsə də, biz müasir huquq qaydalarından bu təltili hesab şəxs kimdir bilirik onu. Təltili hesab şəxs müəssisənin istənilən işçisi ola bilər, rəhbəri də ola bilər, mühasibi də ola bilər, xəzinədarı da ola bilər və yaxud da ki, fəhləsi də ola bilər. İstənilən bir işçisi ola bilər və müəssisə hər hansı bir malı
işi xidmətə aldırmaq üçün həmin şəxsə vəkalət verir və misal üçün Bakı şəhərində yerləşən müəssisə Gəncə şəhərindən hər hansı bir avadanlıq almalıdır. Bir işçini götürür və işçiyə vəkalətnamə yazır verir ki, getməlisən Gəncədən o vəsaiti avadanlığı almalısan, gəlməlisən. Deməli, bu əməliyyatda bu şəxs olur tətil hesab şəxs və həmin avadanlığına dəyəri ödənilir şəxsə, işçiyə. O da olur tətil hesab məbləğ. Deməli, işçi getməlidir ezam qaydasında söz ki, Bakıdan Gəncə gedir və kassa əməliyyatının aparılması və pul vəsaitlərinin uçotu haqqında Nazirlər Komitəsinin qərarı var. Həmin qaydalarla tənzimlənir bu məsələ. Orada qeyd olunur ki, əgər işçi ezam qaydasında tətil hesab şəxsə məbləğ verilib, göndərilib hansısa malın dalıcan, şəxs ezamiyyətdən qaydadan sonra 3 gün ərzində avans hesabatı verməlidir. Yəni, avans hesabatı nədir? Həmin vəsaiti alması ilə bağlı orada qeydlər göstərilir. Əgər pulun qalığı qalıbsa, o pulun qalığının kassaya mədaxil edilməsinin sənədləri göstərilir və həmin vəsaitində ambara mədaxil edilməsi göstərilməlidir. Əgər şəxs həmin pulun qalığı qalıbsa və qalığı da kassaya mədaxil, xəzinəyə mədaxil etməyibsə, həmin məbləğ həmin şəxsin, işçinin muzlu işdən gəliri olur. Misal üçün, 1000 manat əmək haqqısı idi və bir avadanlığın da üzərində bir 50 manat əlavə pul qalmışdı və onu xəzinəyə verməmişdirsə işçi, işçinin həmin ay üçün gəliri olacaq 1050 manat və bütün gəlir vergilər 1050 manatdan hesablanacaq. Düzdür, bu dəyişiklik vergi məcəlləsində edilib 2019-cu ildən. Amma bir sual ortaya çıxa bilər ki, 2019-cu ilə qədər bu məsələlər necə tənzimlənirdi? Yəni, bilən varsa desə yaxşı olar, müzakirə edərək. Deməsəz də mən deyəcəm. Deməli, bu məsələlər 2019-cu ilə qədər əmək məcəlləsindən tənzimlənirdi. Əmək məcəlləsində belə bir müddəa keçirdi ki, bu vəziyyət olduqda həmin o qaytarılmayan məbləğ şəxsin əmək haqqından tutulur. Amma artıq 19-cu ildən biz onun əmək haqqından tuturuq demirik, əmək haqqını əlavə üzərinə hesablayıb ona vergilər tətbiq edirik. Burada da artıq sözsüz ki, dövlət büdcəsinin gəliri daha çox, belə deyək də, formalaşmış olur bu maddə üzrə. Digər bir məsələyə baxaq. Gəlin bir məsələyə də baxaq. Muzlu şahidi olmayan gəlirlər var. Bunlar hansılardır? Bunlardan biri ezamiyə xərcləridir. Ezamiyə xərcləri bir var, norma daxilində ezamiyə xərcləri. Burada Nazirlər Komitəsinin ezamiyə xərcləri normaları haqqında qərarı ilə tənzimlənir. Orada Bakı şəhərcə 90 manatdır, Gəncə, Sumqayıt, Naxçıvanda 70 manatdır, ölkənin digər şəhər rayonlarına 65 manatdır. Günlük ezamiyə norması. Düzdür, bu normanın özü də içəridə bölünür, 80% mehmanxana xərci, 20% digər xərclər. Amma bu ümumi normalar bunlardır. Amma işə götürən tərəfdən baxsaq, müəssisə tərəfdən. Müəssisə xərcə, ezamiyə xərclərini gəlirdən çıxmaq üçün norması odur. Yəni, norma daxilində xərcə silə bilir. Amma işçi baxımından, işçi misal üçün Gəncədən Bakıya gəlibsə, 90 manatdır norma. Bu şəxs 100 manatlıq oteldə qalıbsa və faktiki sənədləri də təqdim edibsə, bu halda həmin şəxsin, əgər işə götürən də o 100 manatı verirsə, bu olur faktiki ezamiyə xərci. Deməli, 100 manat verilmiş məbləğ şəxsin muzlu işdən gəlirdən daxil edilir. Yəni, ona vergi tətbiq edilir bir mənalı şəkildə. Və digər bir məsələ, əgər işə götürən tərəfdən işçinin yerinə əyləncə yemək xərci, sosial xarakterli xərclər çəkilirsə və bu xərcin çəkilməsinin nəticəsində şəxs gəlir əldə etmiş sayılırsa, həmin gəlir də muzlu işdən gəlir sayılır. Yəni, burada bir incə məsələ var. Deməli, işə götürən xərci çəkir, onun nəticəsində işçi fayda əldə etmiş olur. Yəni, pulu birbaşa işçiyə vermir. Misal üçün, yemək xərci. Mən özüm də bir müddət özəl şirkətdə işləyəndə günorta nahar vasitəsində olurdu, yeyirdik. Əksər şirkətlərdə bu var ki, şirkət işçilərin nahar vasitəsində yeməyini ödəyir. Yəni, yemək yeməkxanada bişirilir və işçilər yeyir həmin yeməyi. Pul verilmir. Bu halda, düzdür, işə götürən o çəkilən xərci onsuz da gəlirdən çıxa bilmir, xalis mənfəət hesabına kompensasiya eləməlidir, ödəməlidir. Amma işçi üçün də onun dəyəri, oradan əldə edilən fayda, gəlir hesab edilmir. Amma şəxsin özünə verilən məbləğlər muzlu işdən gəlirə daxil edilir. Həmçində burada sosial xarakterli xərclər var. Sosial xarakterli xərclər nə vergi məcəlləsində, nə Azərbaycanın digər qanunvericilik aktlarında, heç bir qanunumuzda sosial xərclər nədir, o nəzərdə tutulmayın. Yəni,
heç bir qanuna baxsaq biz sosial xərc hansı xərclik görə bilməyəcəyik. Amma ümumi qəbul olunmuş bir standartlar var və Dövlət Vergi Xidməti də bu standartları qəbul edir, təsdiq edir ki, sosial xərclər hansılardır. Mən bunları sizə göstərim. Deməli, təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlaki, həyati sağlamlıq üzrə xərclər sosial xarakterli xərclər hesab olunur. Deməli, bu xərclər əgər işçinin özünə verilirsə, işçinin gəliri hesab ediləcək muzlu işdən. Amma qarşı tərəfə ödəniləcəksə, işçi bunun nəticəsində fayda əldə etmiş sayılacaqsa, işçinin muzlu işdən gəliri hesab edilməyəcək. Çata yazırlar yoldaşlar. Yaxşı olar ki, sualı belə canlı olaraq verək. Biraz vaxt itirməyək də, çatı bir oxumaqdansa canlı sualımızı versək daha yaxşı olur. Bunda Rəşad müəllim, baxaq. Aha. İsmail xanım, sizin özünüzdə sualınız var idi. Siz özünüz verirsiniz sualınızı. Simanın sonunda. Onda bu çatdakılara biz sizi bir baxalım. Aha, İbrahim müəllim sual verib. İndi burada sual verənlər özləri əl qaldırsınlar, biz onları təqdim eləyək, zəhmət olmasa. Xahiş edirəm, sual verənlər o sualı bir canlı versinlər. Buradan oxuyaq, vaxt itməsinlər, belə deyək. Aha, Gülnar xanım, buyurun. Gülnar Mirzəyeva, bizdə UNEQ Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşlı İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəridir. Buyurun Gülnar xanım. Salam Rəna xanım, təşəkkür edirəm təqdim etdiyiniz üçün. Qonağımızı da salamlayıram. Mənim sualım stopaj vergisi ilə bağlıdır. İngiliscəsi withholding tax gedir. Mən bilmək istəyirdim ki, hansı hallarda stopaj vergisi ödənməlidir? Bir də ki, fiziki şəxslərə də aiddirmi bu vergi? Çünki Azərbaycanla bağlı hissəsini araşdırma eləyəndə bununla bağlı mənbə də tapa bilmədim. Ona görə düşündüm ki, ən doğru sizdən soruşmağım olar. O verginin özü də, aslı mən deyim, onu bir Azərbaycan dilində tərcümə eləsək nə alınır o? Tutulan vergi kimi tərcümə edilir. Amma tutulan vergi kimi, gəlir vergi kimi gedir. Nədən tutulan vergi? Bu biraz... Gəlir mənbəyindən vergi kimi gedir. Ödəmə mənbəyindən tutulan vergi. Aha. Ödəmə mənbəyindən tutulan vergilər belə deyək, fiziki şəxslərdə bəzi gəlirlər var ki, həmin şəxslər o gəliri özü bəyan edir, ödəyir. Amma bəzi gəlirlər var ki, o ödəmə mənbəyinə tutulur. Yəni, biz vergi qanunvericiliyinə diqqət edirsə, vergi tutmanın formaları var. Bilavasitə mənbədən, yəni biz hamımız muzla çalışan şəxsləri əmək haqqı alırıq da, hansısa təşkilatdan. Bizim aldığımız əmək, düzdür, biz gəlir vergisi ödəyicisi bizik. Amma biz vergini büdcəyə ödəmirik. Vergi büdcə kim ödəyir? Bizə gəliri ödəyən tərəf. Bizim əməkdaşımızı hesablayır, tutur və köçürdür. Bu olur ödəmə mənbəyinə tutulan vergi. Amma elə gəlirlər var ki, biz gəliri əldə edirik. Misal üçün, mən sahibkaram bir kiçik mağazam var, mal satıram. Özüm gəlirimi əldə edirəm və o gəlirdən vergini özüm ödəyirəm. Bu baxımdan ödəmə mənbəyində gəlirlər, indi biz baxacağıq ki, hansı gəlir, biz olan növbəti slaytlarda baxacağıq, hansı gəlirlər üzrə ödəmə mənbəyində tutulur vergilər. Hansı gəlirlər üzrə şəxs özü ödəməli olur vergini. Məsələn, müəllim, belə bir deyək ki, nümunə verim, orada zəhmət olmasa deyə bilərsiniz. Məsələn, deyək ki, tenderdə qazanılan hansısa bir layihə var. Bu layihəni icra edəndə biz layihə çərçivəsində xaricdən də hansısa xidmətləri alırıq. Amma bizə bu tenderi qazandığımız üçün hansısa Azərbaycandakı bir dövlət qurumu bu layihədə bizi maliyyələşdirir. Bu halda biz, yəni, xidməti verən tərəfi də, xidməti icra edirik, tenderdə deyək ki, bir xidməti qazanmış, onu həyata keçirdi. Bu halda qarşı şirkətmi o ödəmə mənbəyindən olan vergini ödəməlidir, yoxsa tenderi qazanan qurum mu ödəməlidir? Tenderi qazanan qurum, əgər kimlərəsə gəlir ödəyəcəksə, o ödəmə mənbəyində vergini tutmalıdır. Yəni, sizin qurum var, o tenderi qazanan qurum. Ona kənardan kimlər xidmət təqdim edəcəksə, o gəlirlərə ödəniş mənbəyində vergini tutub ödəməlidir. Yəni, qeyri-rezidentlər ki, sizin deyilsi, xaricdən bizə bir xidmətlər təqdim edilir. Siz o xidmətlərin dəyərini ödəyəndə mütləq ödəmə mənbəyində vergini tutmalısınız. Mütləq deməyək. Ölkələr arasında sazişlər var. 2 qat vergi tutma
sazişləri var. O sazişlərdə əgər onun biraz icra mexanizmi gəlirsə də DTA formaları var, rezidentlik yarayışı var. Onlar, məsələn, sizə xidmət göstərən DTA1 var, rezidentlik yarayışı. Onu təqdim edir ki, yəni, mən filan ölkənin rezidentliyəm və sizin ölkə ilə də bizim ölkəmiz arasında belə bir razılıq var ki, bu xidmətə görə siz bizə gəlir ödəyəndə tutmamalısınız. Biz öz ölkəmizdə bəyan edəməliyik. Belə bir şeylər, razılıqlar var. Azərbaycan harasa bir 55 ölkə ilə bağlayıb bu sazişləri. Onda mütləq o sazişlərə baxmaq lazımdır. Gəliri tutmaq hansı ölkəyə aid edilir? Yəni o sözləşmə nəticəsində bəlli olur da biz Sözləşmə, yox, onlar sözləşmirlər. Bu sazişi Azərbaycan dövləti ilə o dövlət arasında bağlanılıb. Və biz də o sazişə uymalıyıq. Yəni o sazişlərə misal üçün belə deyək də, bizim Azərbaycanın rezidenti bir müəssisə xarici bir şəxsinə dividend ödəyir. Məsələn, Macarıstanın rezident şəxsi, vətəndaşı bizim müəssisədən bir səhəm alıb, bizim müəssisə ona dividend ödəyir o Macarıstanın vətəndaşına. Bizim ölkə ilə də Macarıstan ölkəsi arasında bir saziş imzalanıb. Qeyd olunur ki, dividendlərə münasibətdə, misal üçün də, ödəmə məmləndə vergi tutulmasın, vətəndaşın olduğu ölkədə vergi tutulsun. Ona görə biz əslində 10% ödəmə məmləndə bunun gəlirindən vergi tutmalıyıq, qanunla. Bu halda biz tutmayacağıq. Eyni ilə də bizim vətəndaş Macarıstandakı müəssisədən dividend alsa, yenə də Macarıstan tutmayacaq, biz öz ölkəmizdə bəyan edəcəyik o dividendimizi. Bəs müəllim, o dediyiniz sözləşmələr ki var ya, onlarla bağlı hardan məlumat almaq olar? Dövlət Vergi Xidmətinin internet saytından. Ya çağrı mərkəzinə də zəng vurub əldə edə bilirsiniz. Saytda da yerləşdirilir sazişlər. Aydın. Çox sağ Tamam, olun. çox təşəkkür ederim Gülnar xanım. Siz də sağ olun. Rəşad müəllim, istəyirsiniz davam eləyin. Sonra Davam arada yenə də saxlaya bilərik. Buyurun. Misal üçün, bir misala baxsaq qeyd olunur ki, müəssisə tərəfindən işçinin təhsil xərci bank vasitəsilə ali təhsil müəssisəsinə ödənilir. Deməli, bu halda işçinin muzlu işdən gəliri hesab edilmiş. Amma müəssisə götürüb o təhsil haqqını işçinin özünə vermiş olsaydı, o halda həmin işçinin muzlu işdən gəliri hesab ediləcəkdir, vergiyə cəlb ediləcəkdir. Açıqlamadan da baxsaq ki, xərcin çəkilməsi qarşı tərəfə ödənilir. O baxımdan vergidən azaddır. Baxsaq indi digər gəlirlərə, yəni muzlu işdən gəlirlərdən başqa hansı gəlirlərimiz var idi? Sahibkarlıq gəlirləri və qeyri-sahibkarlıq gəlirləri. Sahibkarlıq gəlirləri aydın məsələdir. Hansı bir fəaliyyətlə məşğuluq, mal alırıq, iş görürük, xidmət göstəririk, belə bu tipli məsələlərdir. Burada aradakı fərq, satışla alış arasındakı fərqdən, çəkilən xərc arasındakı fərqdən 20% dərəcədən vergi öhdəliyi yaranır. Bunlar da bir növ, bunlardan maraqlı olan, misal üçün, elə ən axırıncıya baxaq, bu bir qədər qarışdırıcı ola bilər. Gəlirdən çıxılan kompensasiya edilən məbləğlərdən alınan gəlir. Əgər vergi dəyəsi hansısa bir ziyana düşürsə, sözsüz ki, vergi dəyəsi gəlirindən həmin gəlirlə bağlı olan xərcləri çıxmaq hüququ var. Ola bilir ki, misal üçün, bir vergi dəyəsinə bir ziyan dəyir, bir fövqəladə hal baş verir, bir ziyan dəyir. Vergi dəyəsi götürür o ziyanı, gəlirindən çıxır. İndi onun mexanizmi var ki, həmin inzibatı vahidin fövqədalar komissiyasına araşı olmalıdır, nə olmalıdır, sənədlər olmalıdır. Amma ümumən də belə deyək, o dəymiş ziyanı götürüb gəlirindən çıxır, sonra bir müddət sonra həmin ziyan kompensasiya edilir. Yəni belə deyək, dövlət tərəfindən elan olunur ki, ziyan dəymiş şəxslərə, filan hadisə ilə bağlı ziyan dəymiş şəxslərə kompensasiya ödülsün və yaxud da ki, sığorta şirkəti sığortalanmışdır o həmin fəaliyyət, sığorta şirkəti o ziyanı ödəyir. Belə olan halda o ödənilmiş məbləğ təzədən sahibkarlardan gəlir hesab olunur. Amma biz o dəymiş ziyanı gəlirimizdən çıxmasaydı, sonra o ziyan bizə kompensasiya edilsəydi, həmin kompensasiya məbləği vergiyə cəlb edilmir, gəlirə daxil edilmir. O baxımdan biraz fərqli olur. Gəlin baxaq qeyri-sahibkarlıq gəlirləri. Bunlar faizdir, dividenddir, əmlakın icarəsindən gəlirdir, royaltıdır. Bunlar hər biri özünün ayrı-ayrı dərəcələri var. Məsələn, faiz, dividend 10% dərəcə ilə tutulur. Əmlakın icarəsindən gəlir 14%dir, royaltı 14%dir. Əgər hansı qeyri-sahibkarlıq gəlirlərinin özünün dərəcəsi varsa, spesifik dərəcəsi, o dərəcədən vergiyə cəlb edilir. Bunların da əksəriyyəti ödəmə mənbəyində vergiyə cəlb edilir. Bunlardan şəxs və bu gəlirləri şəxs əldə edənə qədər qarşı tərəf, ödəyən tərəf vergini tutur, ödəyir qarşı tərəfə. Sonra bağışlanmış borcu
Sahibkarlıq fəaliyyətində istifadə olunmayan aktivlərin satışından gəlirlərdir. Yəni, bax, şəxsi aktivlərin satışından gəlir, qeyri-sahibkarlıq gəlirdir. Sonra təqvim ərzində alınan hədiyyələrdir, miraslardır. Bunlar da qeyri-sahibkarlıq gəlirdi. Vergi ödəyicilərinin aktivlərin ilkin qiymətinin artdığını göstərən hər hansı gəlirlər. Yəni, bu əsas vəsaitlərə biz qeyd etdik ki, əsas vəsaitlərin yenidən qiymətləndirməsində yaranan artım gəlirə daxil edilmir vergi məcəlləsindən. Amma əsas vəsait yox. Yerdə qalan aktivləri ki, elə aktiv mal olsun, məsələn, xam mal olsun, material olsun. Biz bu xam mal materialı almışıq bir müddət öncə, sonra həmin xam mal materialın belə deyək də, ilkin, məsələn, dolların kursu artır, ümumi inflyasiya gedir, onun da ilkin qiyməti, baza qiyməti artır. Sonra biz götürüb satanda üzərinə bir məbləğ qoyub satırıqsa, aldığımız qiymətlə ilkin baza qiymətin artdığı arasındakı fərq olur bunun qeyri-sahibkarlıq gəliri, amma o qiymətlə satış qiyməti arasındakı fərq olur sahibkarlıq gəlir. Misal üçün, biz bir qədər öncə baxdıq, səhmlərin satışı. Bir vardı, nominal dəyər vardı, bir də satış qiyməti vardı. Deməli, bir də vardı, xalis aktivlərin mütənasib dəyəri. Bu halda nominal dəyərlə satış qiyməti və yaxud ki, xalis aktivlərin mütənasib dəyəri arasındakı fərq həmin səhmin dəyərinin artdığını göstərən gəlirdi. Ona görə də qeyri-sahibkarlıq gəlir kimi 14% dərəcəsində vergiyə cəlb ediləcək. Bunlardan həyata yığım sığortası anlayışı var. Bilirik ki, biz özəl sığorta şirkətlərlə müqavilə bağlayacaq. Əmək haqqımızın bir qismin həmin bizim adımızdan işə götürən köçürülür həmin şirkətlərə. İndi vergi qanunvericiliyi limit qoyub ki, vergiyə cəlb edilən gəlirimizin 50%-dən çox olmayan hissəsindən köçürə bilərik. Əslində 100%-dən köçürə bilərik, amma vergiden azad olma hissə var, o tətbiq edəcək 50%-ə. Yuxarı olan hissəsində azad olma yoxdur, vergiyə cəlb edəcək. Həm o gəlirlər, həm də həmin o sığorta müqaviləsi bitəndən sonraki sığorta şirkəti bizə əlavə haqq ödəyir, bir dəfəlik ödəniş edir. Həmin ödəniş də qeyri-sahibkarlıq gəliri hesab edilir. Xüsusi notaristlara dedik ki, bunların gəlirləri qeyri-sahibkarlıq fəaliyyətidir. Vəkillik fəaliyyətinə məşğul olan şəxslər, bu şəxslərin də gəliri qeyri-sahibkarlıq gəlirdir. İndi bizim növbəti ilin vergi məcəlləsindən layihədə belə bir müddəa keçir ki, bir vəkillər özləri sərbəst məşğul olsunlar, bir də vəkillər vəkil qurumları var, həmin vəkil büroları, vəkil qurumların tərkibində fəaliyyət göstərsinlər. Bu halda da həmin istər sərbəst fəaliyyət göstərsinlər, istərsə də vəkil büroları da fəaliyyət göstərsinlər. Hər ikisinin dərəcəsi 14%-dir, amma sərbəst fəaliyyət göstərəndə bəyannaməni özləri verib, özləri bəyan edirlər gəlirlərin, amma vəkil qurumunun tərkibində fəaliyyət göstərsələr, həmin vəkil qurumu bunların haqqını ödəyəndə həmin o vəkilin ondan 14% ödəmə mənbəyini tutur. Fərqi əsas olaraq budur. İdman mərc oyunlarından, loteriyalarında keçirilən oyunlardan əldə edən uduşlardır və bir də moderatorun həmin bu mediasiya fəaliyyətindən, mediatorun mediasiya fəaliyyətindən əldə edilən gəlirləri. Bu gəlirlər həm mediasiya haqqı var, həm də ki, mükafat ödənişləri var. Düzdür, bu mediasiya anlayışı yeni anlayışdır. Azərbaycan qanunvericilik sisteminə yeni anlayış olaraq daxil edilir. Əgər sizin sual yaranırsa, bir qısa açıqlama verin bununla ilə bağlı olan fəaliyyətdir. Əsasən bu məhkəmə öncəsi tərəflərin barışığı ilə bağlı atılmış bir addımdır ki, tərəflər arasında baş vermiş mübahisələrin həlli ilə bağlı ilkin olaraq tərəflər müraciət eləsinlər mediatora və ödəniş edilməlidirlər. 50 manat var, səhvləmsə, ödəniş haqqı dövlət rüsum haqqında qanunda. Ödəniş edirlər və müraciət eləməlidirlər. Mediator birinci bunları barışdırmağa çalışmalıdır. Mübahisəni həll etməyə çalışmalıdır. Həll etsə əlavə mükafat alacaq onlardan. Amma həll etməsə, sənədləri verəcək ki, gedin məhkəməyə müraciət edin. Deməli, bu halda mediatorun həm o birinci aldığı haqq, həm də mükafatı hər ikisi həmin mediatorun vergiyə cəlb edilən gəliridir, özü də qeyri-sahibkarlıq gəliridir. Belə bir qısa misala da baxsaq, bir sahibkarlığın qeyri-sahibkarlıq fəaliyyətini ayırt eləmək üçün, misal üçün, fiziki şəxsin illik gəliri var 15.900. İş yerindən aldığı əmək haqqı 6.000 manatdır, avtomobilin satışı 9.000 manatdır, taksi fəaliyyətindən gəliri 500 manatdır, idmanla əldə edilən uduşlar 400 manatdır. Qeyd olunur ki, fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətini əldə etdiyi gəliri müəyyən edin. Sizcə burada hansı gəlirlər qeyri-sahibkarlıq gəliri ola bilər? Əgər fikri olan
yoldaş varsa buyursun. Yoxdursa, mən cavabı açıqlayım. Deməli, birinci baxsaq iş yerindən alınan əmək haqqı, bu biz bilirik ki, muzlu işdən gəlirdi. Niyə görə? Biz açıqlama verdik ki, iş yerindən aldığımız hər hansı bir ödəmə fayda bizim muzlu işdən gəlirimizdir. Şəxsi avtomobilin satışı bu qeyri-sahibkarlıqdır. Yəni, şəxsimizə aid sahibkarda istifadə eləmədiyimiz avtomobilin satışına söhbət edirsə, bu qeyri-sahibkarlıqdır. Taksi fəaliyyəti isə bu sahibkarlıqdır. Taksi fəaliyyətlə məşğul olan şəxs gedir, Sota durur vergi orqanında, eyniləşdirmə nömrəsi alır, yön alır və fərqlənmə nişanı da almaqla bu fəaliyyəti həyata keçirir. O baxımdan biz bunu qeyri-sahibkarlıq gəliri hesab eləməyəcəyik və idman oyunu əldə edən uduşlar da biz dedik ki, bunlar da qeyri-sahibkarlıqdır. Deməli, arada qalır 9400 manat. Gəlirdən çıxılan məbləğlər, əgər qeyd olunur ki, fiziki şəxsin aldığı dividend, faiz, zarafı, royaltı, icarədən gəlir, bu gəlirlərdən ödəmə mənbəyində vergi tutulubsa, həmin gəlirlər fiziki şəxsin vergiyə cəlb edilən gəlirlərinə daxil edilmir. Yəni, belə deyək də, bir dəfə bu gəlirdən vergi tutulubsa, artıq həmin gəlirlər vergiyə cəlb edilən gəlirlər kimi tanınmır. Qeyri-sahibkarlıq gəlirləri üzrə biz dedik ki, 14% dərəcədən vergi tutulur. Əgər hansının öz dərəcəsi yoxdursa, biz bir qədər öncə baxdıq ki, məsələn, faiz var idi, dividend var idi, 10% idi, izaratı 14% idi, idman mərcənindən əldə edilən uduşlar 10% idi. Hansının öz dərəcəsi varsa dərəcə ilə tutur. Amma hansının ki, özünün spesifik dərəcəsi yoxdursa, ümumi qeyri-sahibkarlıq fəaliyyətindən üzrə gəlirlərin dərəcəsi 14%. Məsələn, vəkillə fəaliyyətlə məşğul olan şəxsin özünün spesifik dərəcəsi yoxdur. Deməli, vəkilliklə məşğul olan şəxsin gəlirinə vergi 14%-dən cəlb ediləcək. Və yaxud da ki, başqa bir, məsələn, hədiyyə miras alan şəxslər var, əvvəlsiz ödənişləri alan şəxslər var ki, bunlarda da qeyri-sahibkarlıq gəliri kimi 14%-dən cəlb ediləcək. İdman mərcənindən dedik ki, 10%-dir. Xüsusi notaroslar bir qədər öncə gedir ki, xərclər çıxılmadan ay ərzində əldə etdiyi notariat fəaliyyətinə görə, bir də ki, o göstərdiyi xidmətlərə görə alınan haqlar 10% dərəcədən vergi cəlb edilir. Və sahibkarlıqla məşğul olan fiziki şəxslər də dedi ki, aradakı fərqdən, gəliri çox xərci, aradakı fərq 20% dərəcədən vergiyə cəlb ediləcək. Və baxağın, muzlu işdən gəlirdən vergilərin hesablanması. Burada 2 dərəcə var. Bunlardan birinci qrup dərəcə, biz cədvəlimiz dövlət orqanı, büdcə təşkilatları, neft-qaz sektoruna çalışan şəxslərin əmək haqqından tutulan dərəcədir. Yəni, İqtisad Universitetində bilirik ki, büdcə təşkilatıdır, biz də dövlət orqanıyıq. Yəni, bizim əmək haqqımızdan gəliri vergisi bu dərəcələrlə tutulur. Əgər vergiyə cəlb edilən ailə gəlirimiz 2500 manata qədərdirsə 14%-dir, yuxarı olan hissəsindən isə 25%. Amma ikinci bir qrup var, bunlar artıq 2019-cu ildən 7 il müddətinə belə bir cədvəl tətbiq edilir. Dövlət sektoru, büdcə sektoru, neft-qaz sektoru istisna olmaqla yerdə qalan bu özəl təsərrüfat subyektlərinə baxsaq, bu özəl təsərrüfat subyektlərində 2019-cu ilin yanvarından 7 il müddətinə aylıq gəlirlərə 8000 manata qədər olan hissəsi vergiyə 0 dərəcədən cəlb edilir. Yəni, siz İqtisad Universitetində götürün, misal üçün, Biznes Universitetində götürün. Biznes Universitetində çalışan müəllimlərin əmək haqqısından vergi tutulmur, amma İqtisad Universitetində çalışan müəllimlərin əmək haqqından vergi 14% dərəcə ilə 2500-dən yuxarı olan hissəsində 25%-dən vergiyə cəlb edilir. Bu, 7 il müddətinə qüvvələdir. Bir də bu şəxslərin DSV hesablamaları da başqa cürdür, başqa formadadır. Yəni, bu bizdə ümumən 22-nin 3-ədir dövlət sektorunda. 22% müvəssisənin əmək haqqı fondundan tutulur, 3% işçinin əmək haqqından tutulur. Amma bu özəl sektorda, dediyim sektorda 200 manatlıq hissəsi köhnə qayda ilə tutulur, 22-nin 3-ə, amma 200 manatdan yuxarı olan hissəsi məcburi dövlət sosial sigorta haqları 10% işçidən tutulur, 15% müəssisədən, işçinin əmək haqqı fondundan. İndi sizə maraqlı olar ki, bu neft-qaz sektoru hansı sektor sayılır, dövlət sektoru hansı sektor sayılır, bunlara qısa diqqət yetirsək, Azərbaycan Respublikasında fəaliyyət göstərən şəxslərə baxsaq, dövlət neft şirkəti SOCAR, biz mənalı şəkildə SOCAR neft-qaz sektoru sayılır. Yəni, həm də SOCAR-ın strukturuna daxil olan bütün müəssisə təşkilatlar neft-qaz sektoru sayılır. SOCAR-ın bütün strukturunda çalışan şəxslərin əmək haqqından vergi o birinci cədvəlimizdən tutulur. 14% vergi tutulur 2500 manata qədər. Və üçüncü bir qrup şəxsləri var, hasılatın pay bölgüsündə çalışan, bu
xüsusi rejimli müəssisələr ki var, nefqat sahəsində çalışan şəxslər. O şəxslərdə çalışan fiziki şəxslərin də gəlirindən vergi, o birinci zədvəlimiz ki var idi, 14%, 2005 manata qədər yuxarı olan hissəsindən 25%, o dərəcədən vergi tutulur. Və dördüncü bir maraqlı məsələ var, dördüncü bənddən. Qeyd olunur ki, yuxarıdakı 3 qrup şəxslə birbaşa müqavilə bağlayıb və həmin şəxslərə xidmət göstərən şəxslərdə bəzi hallarda nefqat sektoru hesab edilə bilər. Yəni, təsəvvür edin, bir özəl təsərrüfat subyekti fikirləşək. Məsələn, çörək sexi. Çörək sexidir, bu çörək sexi çörək zavodu. Çörək istehsal edir və satır müqavilələrlə. Bu A şəxsə satır, B şəxsə satır və bir də Sokarla müqavilə bağlayır. Sokarla da yeməkxanasının çörəyini satır. Və ilin yekünüzlə baxır ki, bunun 100.000 manat çörək satışından gəliri var. Amma bu 100.000 manat gəlirin 60.000 manatı Sokarla bağladığı müqavilədən gələn gəlirdir. Deməli, həmin il üçün o çörək zavodu, baxmayaraq ki, özəl təsərrüfat subyektidir, amma həmin il üçün o da nefqat sektoru sayılır. O da işçilərinin gəlirini 2500 manata qədər vergi 14%, yuxarıdan 25% hesablayacaq. Yəni, o baxımdan biraz maraqlı məsələdir ki, o müqavilələrə diqqət yetirmək lazımdır. Və ikinci bir məsələ dövlət sektoru. Dövlət sektoru kimlər sayılır? Dövlət adından yaradılan publik şəxslər, məsələn, bu qanunvericilik təzə dəyişəndə 2019-cu ildə universitetin adı Mühəndislik İnstitutu, keçmiş Qafqaz Universiteti. O universitetdə çalışan bəzi müəllim yoldaşlar ilkin olaraq etiraz bildirdilər ki, biz büdcə təşkilatı deyilik axı. Biz publik şəxsi bizim gəlirimizdən də tuturlar. Amma onda qanunvericilik məcəllə dəyişmişdi, amma meyarlar Nazirlər Kabineti qəbul eləməmişdi. Harasa Nazirlər Kabineti meyarları təsdiq eləməyə bir 3 ay gecikdi. O baxımdan bir 3 ay müddətdə biraz çaşqınlıq yarandı. Amma meyarlar təsdiq olandan sonra baxdıq ki, dövlət adından yaradılan publik şəxslər də dövlət sektoru sayılır. Büdcə təşkilatları, məsələn, İqtisad Universiteti, dövlət büdcəsindən, dövlətə məxsus fondlardan maliyyələşən istənilən qurum, bu da dövlət sektoru sayılır və bir də səhmlərinin paylarının 51 və daha çox faizi dövlətə məxsus olan hüquqi şəxslər, bunlar da sayılır dövlət sektoru. Misal üçün, elə ola bilər ki, adi özəl bir cəmiyyətdir, kommersiya qurumudur, amma səhminin 51%-dən çoxu dövlətə məxsusdur. Misal üçün, Kapital Bank götürək, Kapital Bankın səhmlərinin 50%-dən çoxu özəl şəxslərə məxsusdur. Amma Kapital Bankda çalışan əməkdaşlar, əməkdaşlarına gəlir vergi tutulmur hal-hazırda. Amma misal üçün, alternativ götürəyim, Beynəlxalq Bankı, Azərtürk Bankı. Biz bilirik ki, həm Azərtürk Bankı, həm Beynəlxalq Bankın səhmlərindən 50%-dən çoxu dövlətə məxsusdur. Deməli, o banklarda çalışan şəxslərin əmək haqqından aylıq gəlir vergisi tutulacaq. İlk baxışdan baxanda hər ikisi kommersiya bankıdır, amma onun paylarına baxsaq, səhmdarlarına baxsaq, bu məsələ aydın olacaq bizə. Və keçilir qeyri-dövlət sektoruna. Qeyri-dövlət sektoru kimlər sayılır? Bir dediyimiz hüquqi şəxslərə nəzərə alsaq, yerdə qalan Azərbaycan qanunvericiliyinə əsasən yaradılan bütün hüquqi şəxslər olur qeyri-dövlət sektoru. Və bir də vergi ödəyicisi olan fiziki şəxslər. İstənilən vergi ödəyicisi olan o fiziki şəxs, bir qədər öncə qeyd etdiklərimizi nəzərə almaqla olur özəl sektor, qeyri-dövlət sektoru və bunlardan da o 8.000 manata qədər onun hissəsi 0 dərəcə ilə vergiyə cəlb ediləcək. Gəlin, bununla bağlı bir misal üçün baxaq ki, bələdiyyələr. Bələdiyyələr hansı sektor hesab edilir sizcə? Yerli özü idarəetmə. Bələdiyyələr yerli özü idarəetmə orqanıdır. Amma bələdiyyə hansı sektor hesab ediləcək? Büdcə təşkilatları. Büdcə təşkilatları. Dövlət sektor, yox? Necə? Dövlət sektor. Hə, indi biz bir öncəki meyarlara baxsaq, burada bələdiyyə ilə bağlı olan bir maddə varmı? Yox. Bələdiyyə nə publik şəxs deyil, nə büdcə təşkilatı deyil, nə dövlətə maliyyələşmir, nə də səhmlərin 51% dövlətə məxsus deyil. Bələdiyyələr xüsusi bir özünü idarəetmə orqanıdır, hüquqi şəxs statusunda yaradılır və özünü maliyyələşdirir. Ona görə də bələdiyyələrdə çalışan şəxslərin gəlirlərindən vergi 0-dan tutulur. İkinci bir misala baxsaq, Sumqayıt Futbol Klubu. Futbol klubudur. İlk başdan baxdıqda biz deyirik ki, bu kommersiya bir təşkilatıdır, futbol klubudur. Burada işçilərin gəlirindən vergi tutulmaz. Amma biz futbol klubunun təsisinə baxsaq, baxırıq ki, həmin futbol klubunun təsisi
Sumqayıt Kimya Zavodu, bir zavod var orada. Həmin zavoddur. O zavodun da təsisçisi dövlət neft şirkəti Sokardır. Və Sokarın da səhmlərinin 100% dövlətə məxsusdur. Sokar da o zavodun paylarının harasa 90-100%-ə sahibdir və o zavod da futbol klubunun 80% neçə faizi səhmləri ondadır. Deməli, burada dolayı asılığa baxsaq, aradakı fərqə baxsaq, belə çıxır ki, o futbol klubu ilk başdan özəl görünsə də, amma səhmlərin 51%-də daha çox dövlətə məxsus olur dolayısıyla. O şəxsdə çalışan işçilər də gəlirlərindən vergini ödəməlidir. Müəllim, üzr istəyirəm, bəs bələdiyyənin təsisçisi olduğu MMC-lərin işçiləri hansı formada gedir? O da bələdiyyə kimidir, yəni 0%-dur, yoxsa necə? Bəli. Yəni, o bələdiyyənin təsisçisi olduğu, bələdiyyə tərəfindən yaradılan müəssisələr deyirik, bizdə. Bəli. Bələdiyyə mülkiyyətində olan. Düzdür, Azərbaycanda bələdiyyə mülkiyyətində olan müəssisə çox az rast gəlinir, amma Türkiyəyə baxsaq, fikir verirsə, bütün kommunal təsərrüfatlar hamısı bələdiyyə mülkiyyətindədir. Amma bizdə çox azdır, yəni bələdiyyə mülkiyyətində olan bir müəssisə. Amma az olsa da, varsa əgər, o da olur özəl sektor kimi. Yəni, büdcə təşkilatı, dövlət sektoru sayılmayacaq. Aydın oldu fikrim müəllim, yoxsa yenə açıqlama verim? Bəli, aydın oldu. Yəni, bələdiyyə kimi olur, 0%. Bələdiyyə kimi. Bəli. İndi bu misala baxsaq, az səhmdar cəmiyyətində dövlətin payı 70%-dir. Bu səhmdar cəmiyyətində BMMC-də payı 60%-dir. Deməli, birbaşa 50%-dən yuxarı olanda aydın olur, amma burada dolayı asılılıq var. İndi bizdən soruşur ki, BMMC-də çalışan işçilər əməliyyatından güzəşt tətbiq edilsin, yoxsa edilməsin? Belə bir qarşılıqlı asıllıq olanda ki, bunun təsisi odur, onun təsisi odur, aradakı faizləri bir-birinə vurmaq lazımdır. 70%-in götürüb 60%-in tapsaq, 70-in 60%-in. İdir 42, eləmi? Deməli, 50%-in aşağı düşür. Deməli, bu halda həmin şəxs, beləlikdə, dövlətin payı 42% olduğuna görə 50%-in aşağıdır. Bu şəxsə çalışanlardan gəlir vergisi 0 dərəcə ilə tətbiq ediləcək. 8.000 manata qədər 0 dərəcə ilə. Digər bir məsələ mən yazımdan çıxdı demədim sizə. Belə bir məsələ də var. Biz muzlu işdən gəlir vergisinə baxdıq, amma elə şəxslər də var ki, muzla çalışan şəxslər deyil bunlar. Mülki xarakterli müqavilə bağlayırlar. Misal üçün, sizin universitetin özündə, İqtisad Universitetində saat hesabı müəllimlər var. Mən özüm də 2 il kimi başqa bir universitetdə dərs demişəm, saat hesabı. Amma mən vön üzrə, yəni vön təqdim edib dərs demişəm. Amma vön təqdim etməyən ki, dövlət orqanında çalışan əksər şəxsləri var ki, vönləri yoxdur. Onlarda necə olur? İqtisad Universiteti ödəmə mənbəyində gəliri ödəyəndən həm 14% gəlir vergisini tutur, həm də 25% DSNF-ni tutur. İndi tibbi skorda da ortaya çıxır 2%. Bu ödənişləri tutur, harasa 41% edir də, yerdə qalan insanı ödəyir qarşı tərəfi. O baxımdan bu şəxslərdə muzlu, o birinci cədvəlimiz vardı, 2500 manata qədər 14% yuxarısı, o cədvələ uyğun olaraq tutulur, ödənilir. İndi misalımıza baxsaq ki, qeyri-neft sektoruna xidmət göstərir. Burada da söhbət getmir ki, mən xidmət göstərdiyim neft sektorudur və yaxud da özəl sektordur. Hansı sektor olur olsun, o qarşı tərəf tutmalıdır vergini. Yəni, o özəl sektor, neft-qaz sektoru ancaq muzlu işdən gəlirə tətbiq edilir. Bu, mülki xarakterli müqavilələrdə onun bir fərqi yoxdur. Qarşı tərəf vergini tutmalıdır. 2500 manatın 14%, yuxarı olan hissəsində 25%. Əgər bizim vaxtımız bitirmir, yoxsa danışa bilərikmi? Rəşid müəllim, bir sual yaranırlar. Onlar Buyurun. fiziki şəxs evini kiraya verdikdə vergini kim və nə qədər ödəməlidir? Deməli, bu fiziki şəxslər günün reallığıdır ki, əksər fiziki şəxslərdə bu məsələlər ortaya çıxır. Amma mənim özüm də, misal üçün, bu yaxınlarda ilə bir təlimdə bir bank əməkdaşı vardı, bank əməkdaşından təlimim vardı. Orada rast gəldi, bu vergi məzəlləsinin bu hissəsinə toxunanda biraz belə narahat oldu. Dedi, mənim evim var, xarici vətəndaşa vermişəm, amma heç bir müqaviləmiz yoxdur aramızda. İzah eləyəndən sonra ki, bu müqavilə bağlamaq lazımdır. Gələcəkdə bir özə xarici, yəni ölkənin vətəndaşı ilə müqavilə bağlamasaz versəz, üstünün belə deyək də, bunun üstünün açılması biraz çətin olur. Amma
o xarici vətəndaşın burada gəlib kirayədə qalmağı həmin evin yiyəsinə problem yarada bilər. Niyə görə? Gələr onun başına bir iş gələ bilər nəsə. Harada qalırdı? Artıq bu məsələ problem. Ona görə də dedim ki, siz mütləq müqavilə bağlanmaz. Amma o dedi ki, qarşı tərəf əcnəbidir və onun yoxdur sözsüz ki, vergi tutma da yaranmır. Belə olan halda əmlakın sahibi uçota durmalıdır və vergini özü ildə bir dəfə bəyan eləməlidir, ödəməlidir 14%. Amma yerdə qalan hallarda ki, əmlakın sahibi olan fiziki şəxs əmlakın başqa bir şəxsə icarəyə verirsə, icarəçi, yəni orada icarədə oturan şəxs, kirədə oturan şəxs məcburdur ki, əmlakın sahibinə hər ay gəlir ödəyəndə ondan 14% tutsun. Bizim muzlu işdən gəlirimiz kimi. Tutsun, yerdə qalanı ödəsin. Amma bir istisna hal dediyim kimi, o icarədə oturan, kirədə oturan vergi ödəyicisi olmasa, onda öhdəlik qalır əmlakın sahibinin üzərində ki, getsin, özü uçota dursun. Amma qalan hallarda icarədə oturan üzərində qalır məsuliyyət ki, onun gəlirinə vergini hesablamalıdır, əmlakın sahibinin gəlirinə tutmalıdır və köçürtməlidir təyinat üzrə. Və belə bir hallarda, misal biz götürüb evimizi dövlət qulluqçusuna veririk. Belə, məsələn, obyekt kimi icarəyə versək, sözsüz ki, obyektin sahibi vönü də var, o tutacaq. Amma biz götürüb evimizi dövlət qulluqçusuna versək, orada dövlət qulluqçusu qanun icazə vermir vönü alsın. Əslində, qanun icazə verir. Yəni, qanun dövlət qulluqçusu sahibkarla məşğul olmağa icazə vermir. Elmi, pedaqoji, qeyri-sahibkarla məşğul olmağa bir məhdudiyyət olmamalıdır. Amma ümumi bir qaydadır ki, vönü olmasın. Bütün dövlət qulluqçusu sahibkarlarına deyir ki, vönü olmasın. O baxımdan biraz problem yaranır deyənə əmlakın sahibi uçota durmalıdır. Bir də Rəşad müəllim, mənim özümdə sualım vardı. Bu elektron ticarət bilirsiniz də, indi bir dəbdə olan bir, necə deyirlər də, iqtisadiyyatın bir sahəsidir. Pandemiyada bu daha çox inkişaf eləməyə başladı dünya ölkələrində, eləcə də Azərbaycanda. Hətta neçə dəfə bunlar elə bir ki, bu mövzu çıxarılıb müzakirəyə ki, onlardan vergilərin tutulması. Yəni bu biraz arxa planda qalan bir iqtisadiyyatın bir qoludur, sahəsidir. Yəni nə dərəcədə tənzimlənir? Bu haqda məlumat bilmək istəyirəm. Elektron ticarət haqqında qanunumuz da var bizim, bilirik ki. Bəli. O da qeyd olunur ki, elektron informasiya resurslarından istifadə eləməkdən malların, işin, xidmətin satışına məşğul. Xidmətlərin və malların və xidmətlərin satışı həyata keçirilir. Bəli. Burada biz o alqı-satqını ölkə xaricindən edə bilirik. Necə elektron olduğuna görə xaricdən də. Həm də ölkə daxilində. Ölkə daxilində bu alqı-satqı olursa, satanın üzərində qalır bu məsuliyyət sözsüz ki. Satan ki, elektron qayda satır ki, pul da onun hesabına gəlirsə, onu aşkarlamaq asandır. Yəni, onun bank hesablarından tuturlar bunu. Yəni, amma ölkə... Kartından ödəniş eləyəndə, amma nağdı eləyəndə, kuryerin tutarım təqdim. Bir qədər problemlərimiz var. Yəni, amma qeyd etsək ki, əksər elektron satışların dəyəri nağdsız ödənilir. O bir qədər işi rahatlaşdırır. Amma nağd ödənişlərdə hələ ki bizim problemlərimiz var. Çünki kuryer də çatdırır, nağd ödəyə bilirik. Bəli. İkinci bir məsələ, xaricdən ödənişlər. Əgər biz xaricdən alışlar eləyirik, xaricdən mal alırıq, xidmət alırıq, məsələn, kompüterimiz üçün bir dənə antivirus proqramı alırıq. Eləmi? Və hətta ki, giririk Türkiyədən bir saytına, bir şirkətlərin saytına kostyum alırıq. Belə olan halda mal alışıdırsa, burada vergi öhdəliyi, vergi tutma yerinə yetirilməlidir kim? Banklar. Bizim vəsaitimizi xaricə köçürən şəxs. Əgər burada biz mal alıqsı həyata keçiririksə, bank heç bir ödəniş tutmayacaq. Amma xidmət alıqsı həyata keçirir, məsələn, kompüterimizin antivirus proqramı alırıqsa, bu halda bank bizim kartımızdan o dəyərin 10%-ni tutmalıdır, köçürtməlidir büdcəyə, yerdə qalan hissəni köçürtməlidir həmin xarici şirkətə. Bu belə tənzimlənir, amma etiraf edək ki, bir qədər son illərin anlayışı olduğuna görə ölkədə biraz hələ ki elektronik ticarətə nəzarət eləmək... Boşluq var, biraz boşluq var və nəzarət deyək ki, tam deyil. Bu elektron pulların algı-satqısını geniş yayılıb. Kriptovalutalardan da əslində vergi ödənişi olunmalıdır, amma hələ ki bir qədər çətinliklər var. Təşəkkür edirəm cavabınıza görə. Başqa sual olan varsa canlı da verə bilərsiniz sualınızı. Siz bitirirsiniz ümumiyyətlə Rəşad müəllim, sizdə çox qalır yoxsa necə? Tamam. Biz artıq bir saat deyil. Yəni sizin vaxtınız varsa mən danışa bilərəm. Yox, əsas yerləri varsa vurğulayın. Yəni əziyyət çəkmisiniz. Əsas varsa deyə biləcəyiniz əsas yerlər varsa vurğulayın. Artıq 1 saat 11 dəqiqədir başlamışıq. Sonra yavaş-yavaş yekunlaşdırarıq. Uzun işdən gəlirlərə toxunun.
Aha. Bu azad olma güzəştlərə müəyyən qədər toxunduq. Keyfiyyət əlaqə Bir də Rəşad müəllim, tutalım ki, bir müəssisədə işləyən insan 2 vəzifəsi var da və onlardan bütün bu vergilər paralel tutulur, doğrumu? Yəni icbari tibbi sığorta və s. Yaxşı sual verdiniz. Aha. Yəni günün reallığında hamının rast gəldiyi bir məsələdir. Deməli, şəxsin bir neçə iş yeri ola bilər. Bəli. Amma bu iş yerlərin biri əsas iş yeri olmalıdır. Əmək kitabı əvəzçilikdən olur əsas. Digərləri əsas əlavə iş yerləri olmalıdır. Hər iş yerindən vergilər ayrı-ayrılıqda tutulmalıdır. Bir iş yeri dövlətdir, digəri özəldir, özəldə sıfırdır, tutulmayacaq. Aha. Dövlətdə vergi tutulacaq. Amma o ki, güzəştlər ki, tətbiq olunur ha. İndi biz baxsaq, misal üçün, aylıq əməkdaşlarımızda bizim güzəştlər var. 400 manat da var, 200 manat da var, 100 manat. Bu güzəştlərin tətbiq edilməsi sırf əsas iş yerinə aiddir. Yəni, misal üçün, mən belə bir 50-liyim var, 50-li ilə bağlı güzəştim var, misal üçün. 200 manat. Aha. Amma mənim o 200 manatlıq güzəştiyim, əsas iş yerim haradasa orada tətbiq edilir. İkinci iş yerim, ola bilir ki, məsələn, belə yayınmalar olur da, mənim əsas iş yerim gedir, özəl sektor olur, ikinci iş yerim olur dövlət. Mən çalışıram ki, onsuz da bu əsas iş yerim özəldir, burada vergi sıfırdır. Bu 200 manatı bu birisinə təqdim edeyim ki, amma o qarşı tərəf tutarsa məsuliyyət daşımış olur. Niyə görə? O əlavə iş yeridir onun, əmək statusu orada deyil. O baxımdan bu güzəştlər mütləq əsas iş yerinə tətbiq edilir. Bu dərəcələrə də baxsaq, misal üçün, bizim indi sırf aylıq əmək haqqımıza hansı güzəştlərimiz var? Bunların biri 400 manat güzəştlərdir. Bunlar kimlərdir? Milli qəhrəmanlardır, Azərbaycan milli qəhrəmanları, Azərbaycan Respublikasının Vətən müharibəsi qəhrəmanlarıdır. Bu sonuncu dəyişikliklə qeyd olundu. Sonra müharibə veteranı adı almış şəxslərdir, həlak olmuş döyüşçülərin yoldaşlarıdır, övladlarıdır, Çernobıl ailesi zamanı qəza, şua yüklü xəstəlikləri tutmuş şəxslər. Bu şəxslərin gəlirlərindən vergi, misal üçün 1000 manat əmək haqqı varsa, 400 manat çıxılacaq. Bir yana da 200 manat çıxılma var, o azad olmalarda vardı, mən demədim. Aylıq gəlirimiz 2500 manata qədər olanda bizim 200 manat azad olmamız olur həmişə. Məsələn, sizin özünüzdə də bilirsiniz ki, 200 manat çıxılır. Heç bir başqa güzəştiniz olmasa belə, aylıq gəlirinizdən 200 manat çıxılır. Misal üçün, 1800 manat əmək haqqınız var. 200 manat çıxılır, 1600 tətbiq edirlər vergini. Amma siz, misal üçün, belə deyək, həlak olmuş döyüşçünün ailə üzvü olsanız, bu halda 400 manata çıxılacaq. 201 çıxılacaq, 401 çıxılacaq. Bu 400 manatlıq güzəştlərdir. 200 manatlıq güzəştlər kimlərdir? Əlillər, birinci, ikinci dərəcədə əlilliyi olan şəxslər. Müharibə əlilliyi yox. Müharibə əlilliyi 400 manat güzəşti var. Xəstəlikdən və ya hansısa qəzadan da. İndi siz yəqin ki, bilirsiniz, bizim qanunvericilik sistemi də dəyişdi. Biz birinci, ikinci dərəcədə əlilliləri belə elədik. Orqanizm funksiyalarının 61-80% pozulan şəxslər biz deyirik ikinci dərəcəli əlildir. 81-100% pozulursa orqanizm funksiyaları. Biz bunlara deyirik birinci dərəcəli əlil. Yəni, bu mülki əlillərin hər aylıq maaşından 200 manat azaldılır. Bir də himayəsində 18 yaşına çatmamış əlil olan şəxs varsa, bu şəxslərdə də belə bir azad olmaları var və üçüncü 100 manat güzəşti olan şəxslər. Bunlar da kimlərdir? Həlak olmuş döyüşçünün yoldaşı, övladı 400 manat güzəşti var. Amma həlak olmuş döyüşçünün valideynləri, onların 100 manat güzəştləri var. Sonra məcburi köçkün qaçqın statusu olan şəxslər. Əgər alicə mənzilləri yoxsa, məhkumlaşmayıblarsa, daimi məhkumlaşmayıblar, onlarına 100 manatlıq güzəştləri var. Və bir də 20 yanvar hadisələri zamanı həlak olmuş şəxslərin yoldaşları, valideynləri. Və bir də Əfqanistanda döyüş əməliyyatında iştirak etmiş şəxslər. Bunların hər ailə gəlirlərindən 100 manat çıxılır. Və bir yekun olaraq 50 manatlıq güzəşt var. Bu kimdir? Misal mən özüm də bundan istifadə edirəm. Himayəsində deyir, azı 3 nəfər şəxs varsa, yəni mənim himayəmdə 3 nəfər şəxs varsa, bu şəxslər kimlərdir? Uşaqlar 18 yaş götürülür, uşağım tələbədirsə, şagirddirsə 23 yaşa qədər. Yəni mənim övladlarım, 3 övladım var, yaşları da 23 keçmir və mən artıq bu güzəştdən istifadə edə bilərəm. Və yaxud da övladdan başqa da, misal üçün, mənim əgər valideynim mənim himayəmdə qalırsa,
və pensiyada almırsa, dövlət təminatında deyilsə, dövlətdən təqaüd almırsa, müavinət almırsa, o da mənim himayəmdə sayılır. Bunların sayı 3 nəfərdən çoxdursa, mənim aylıq gəlirimdən 50 manat çıxılır, azaldılır. İndi bu məsələni bir dənə yekunlaşdırım, zəhmət olmasa. Deməli, 400 manat, 200 manat, 100 manat, 50 manat. Bir şəxsin bir neçə hüququ ola bilər. Misal üçün, mən müharibə əlil ola bilərəm, eləmi? Ondan sonra qaçqın ola bilərəm. Bir də o 200 manatlıqda misal üçün var idi, himayəmdə sağlamanın imkanları məhdud 18 yaşına məxsus satılmamış şəxs ola bilər. Bir də himayəmdə ümumiyyətlə 3 nəfərdən çox şəxs ola bilər. Hamısından hüququm var. Bir yerdə. Belə olan halda deyir, 50 manat yox, 50 manat istisnadır. 3 dənədən 400-200 manat güzəştlərdən ən yüksək biri verilir. Ən yüksək biri verilir, 50 manat həmişə verilir. Aydındır mı? Yəni, belə deyək, milli qəhrəmanla himayəmdə də 3 nəfər şəxs varsa, 450 manat çıxılacaq. Ən yüksəyi götürülür, bir də üstünə də 50 manat. 50 manat. 50 manat həmişə çıxılır, o 3 güzəştdən ən yüksək biri çıxılır. Tamam. Bir də Könül xanımın sualı var, Rəşad müəllim. Dövlət qulluğunda çalışanlar dövlət orqanının rəhbərinin icazəsi ilə təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq üçün vöyün açdıra bilərlər? Bəli. Hansısa deməli... Dövlət qulluğunda qanunda qeyd olunur ki, elmi, pedaqoji yaradıcılıq fəaliyyəti istisna olunmaqla dövlət qulluqçusu başqa ödənişli fəaliyyətlə məşğul ola bilməz. Deməli, ödənişli, fikir verirsiniz, vön açdıranda bizdə harca 2012-2013-cü illərə qədər vönün üzərində yazılırdı ki, vön qısaldılmış adda eyniləşdirmə nömrəsidir. Deməli, onun üzərində yazılırdı ki, sahibkarlıq uçotu haqqında şəhadətnamə. Amma səhv edirəmsə 2013-cü ildən oldu. Onun üzərində yazıldı, vergi uçotuna alınma haqqında şəhadətnamə. Demək, mən bu vönüm olmağı o demək deyil ki, mütləq mən bir bal satacağım, iş görəcəm. Mən özümün, məsəl üçün, vönüm var. O saat hesabı dəstəyəndə mənim hər ayın yekunu aktı üzrə təhvil təslim aktı ilə gəlirim hesablarım köçürüldü mənim bank hesabımı özüm bəyan edirəm. Bir sual verə bilərəm Rəşad müəllim. Buyurun. Özümü təqdim edeyim, Yuna Kelmi katibi Ərəbə Mustafayeva. Mənim burada bu müəllimlərin belə deyək də vön açdırıb tədrislə məşğul olması. Vön açıb, deməli, belə deyək, pedaqoji fəaliyyətlə məşğul olursa, deməli, burada əmək müqaviləsi yox, xidməti müqavilədən söhbət gedir. Bəli. Bəs onda o zaman belə deyək, siz peşəkarsınızda belə başlayacaq ki, bu əmək müqaviləsi, xidməti müqavilənin arasındakı fərq bəllidir. Nə dərəcədə doğrudur ki, pedaqoji fəaliyyətlə məşğul olan, yəni belə deyək, müəllimlik edən bir şəxs əmək müqaviləsindən deyil, xidməti müqavili ilə fəaliyyət göstərsin. İndi siz çox doğru buyurdunuz. Əmək məcəlləsində dəyişiklik oldu bu il. Rəşad müəllim, üzr istəyirəm, hələlik prezentasiyanı saxlaya bilərsiniz, yəni yayımı dayandıra bilərsiniz. Tam ekran görək. Buyurun. Deməli, əmək məcəlləsində bu il, bu yay ayları olardı harcı. Bir dəyişiklik edildi. O dəyişikliklərdə bir neçə dəyişiklikdir, amma əsas məğzi dəyişikliyin bir dəyişiklik var orada. Qeyd olunur ki, müəssisənin əsas iş funksiyasının icrası ilə bağlı olan, işlərlə bağlı hansı bir şəxsi cəlb ediriksə, biz onunla mütləq əmək müqaviləsi bağlamalıyıq. Universitetin əsas iş funksiyası nədir? Dərs tədris eləmək. Dərsi də tədris kim eləyir? Müəllim. Biz müəllimi müqavilə ilə cəlb edə bilmərik. O düzdür, o şeylə, mülki xarakterli müqavilə iləndir, o saat hesabı onun qarşısını almaq üçündür. Amma siz vön üzrə xidmət müqaviləsi bağlasaz, bir növü elə bir hələ ki, bir məhdudiyyət yoxdur. Amma əsas o qarşısını aldığı mülki kimi müqavilələr var, saat hesabı vönsüz. O məcəlliyə dəyişiklik sırf onun qarşısını almaq üçün qəbul edilir ki, siz bütün saat hesabı müəllimlərinizi əmək müqaviləsi bağlamalısınız. Yox, siz yəqin ki, bilirsiniz, əmək müqaviləsində xidməti müqavilədən fərqləndirən əsas əlaməti odur ki,
işin şəxsən işçinin özü tərəfindən yerinə yetirilməsi. Xidmətin Bəli. müqavilədə bu şərt yoxdur. Əmək Məcəlləsinin 6-cı maddəsi də əmək qanunvericiliyinin aid olmadığı sahə kimi mülki hüquq müqavilələri göstərir. Bəli. Siz dediyiniz kimi o treninqlərdir, xüsusi belə deyək ekspert kimi cəlb olunan müəyyən müəllimlərdir ki, və yaxud hansısa bir belə deyək kursların təşkil olunması, Bəli. ona mən də deyirəm ki, hə, ola bilər ki, o xidmətin müqavilə görülən işin həcminə görə də, saatına görə də ödənilsin. Amma saat hesabı dərsin mahiyyəti bir qədər fərqlidir axı digər o belə deyək Mən müəllimlər. razıyam. Yəni düz buyurursunuz ki, saat hesabı müəllim o dediyim dəyişiklik sırf onunla bağlı. Sizin universitetin əsas iş funksiyasının icrası ilə bağlıdır. Qanun da Bu da bir boşluqdur da belə deyək. Bunu əmək müqaviləsi bağlamalısınız. Amma o qanun qəbul olunanda mülki xarakterli müqavilə ilə əmək müqaviləsi arasındakı təzadları aradan qaldırmaq üçün xidməti müqaviləni nəzərə almırlar, amma hələ ki vönüzdə təqdim eləsəz bir problem yaranmaz. Amma yəni ən azından qanunverici tərəfindən də həm əmək haqqısını alır, həm də vergisini ödəyir də belə deyək. belə deyək də, siz o saat hesabı dəstəkləyən müəllimləri mülki müqavilə ilə götürüb onlardan ödəmə məmməliyyət tutsaz ki, siz artıq təzə qanundan məsuliyyətə daşımış olacaqsınız. Amma vönüzdə təqdim eləyən hələ ki düzdür, əslində o da düz deyil, amma hələ ki o nəzərə tutulur. Aydın mən, təşəkkür edirəm, çox sağ olun. Sağ olun, buyurun. Sağ olun, təşəkkür edirəm Rəbiyə xanım. Əgər sualı olan yoxdursa, yavaş-yavaş Rəşad müəllim yekunlaşdıraq, həm sizi də çox yormayaq. Heç bir problem yoxdur. Ümumiyyətlə qoşulanların sayı, müzakirə, suallar və sair göstərdi ki, həqiqətən də çox aktual mövzudur. İnşallah sizdən gələn dəfələrdə də mütləq görüşərik. Əgər yarım qalmış bir məlumatlar varsa, paylaşarsınız bizimlə. Esmira xanıma da təşəkkür edirik ki, sizi dəvət edib bugün belə bir maraqlı tədbirin alınmasında köməklik göstərib, əməyə keçib. Sizin özünüzə də sonsuz təşəkkürlər. Yəni vaxtınızı, dəyərli vaxtınızı UNIQ ailəsi üçün ayırdınız. Təbii UNIQ-dən əlavə də digər qurumlardan da bizim iştirakçılarımız var. Hamısına da təşəkkür edirik. Bir saatdan artıq da bəlkə saat yarıma qədərdir ki, vaxtlarını bizlə bölüşdülər. Mən sonda sizə söz verəcəm. Esmira xanım, nəsə deyəcəyiniz varsa deyin. Rəşad müəllim də sonda fikirlərini bildirsin, onunla da tamamlayaq. Buyurun. Çox sağ olun, demək istəyirəm. İlk öncə Rəşad müəllimin maraqlı və aktual çıxışına görə də şükrümü bildirmək istərdim. Belə mühüm və maraqlı seminar keçirdiklərinə görə bütün hörmətli təşkilatçılara, iştirakçılara və hörmətli Rəşad müəllimə təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm Esmira xanım. Buyurun Rəşad müəllim. Sonda siz eşidin. Mən də vaxtını ayırıb bizə sərf edən bütün dinləyicilərimizi təşəkkürümü bildirirəm. Çox sağ olsunlar. Bizə sonradan dinlədilər. Həmçinin də bu seminarın təşkilində bütün əməyə keçən əməkdaşlara çox sağ olsun. Çox sağ olun. Təşəkkürümü bildirirəm sizə. Əziyyətiniz oldu. Və gələcək seminarlarda mən hər zaman sizin qulluğunuza hazıram, belə deyək. Təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Sağ olun. Oldu. Sağ olun. Onda gələn görüşlərə qədər təşəkkür edirik bir daha. Sağ olun. Sağ olun. Sağ olun.